Salam. Bugün sizinlə müasir münasibətlərdəki bir narahatlığı, yəni çoxlarını düşündürən o "mənə sadiqdirmi" sualını biraz dərindən araşdıracağıq. Bəli, salam. Bu güvənsizlik hissinin, belə deyək, kökləri, sonra o ehtiyaclılıq deyilən şey var ha, onun təzahürləri, bir də özünə inamın rolu. Bunlara baxacağıq. Hə, məqsədimiz də odur ki, bu məsələləri daha aydın başa düşməyinizə kömək edək. Gəlin başlayaq görək bu mənbələr nə deyir. Başlayaq. Elə bax, ilk mənbə soruşur ki, niyə müasir kişilər bu qədər tez-tez güvənsizlik yaşayır? Hə, maraqlı sualdır. Mənbələr bir neçə səbəb göstərir. Biri elə sosial mediadır. Düzdür. O müqayisələr, yəni partnyorunu təkcə real həyatdakı insanlarla yox, telefonundakı o sonsuz axınla müqayisə edirsən. Xəyali rəqiblər kimi. Bəli, üstəlik tanışlıq tətbiqləri var, sosial çevrələr genişlənib. Yəni, partnyor üçün alternativlər çoxalıb sanki. Və monoqamiyada, necə deyim, əvvəlki kimi bir mənalı qəbul edilmir bəzən. Bütün bunlar mənbələrə görə kişilərdə dərin bir narahatlıq toxumu əkir. Və bu narahatlıq çox vaxt birbaşa emosional asılılığa, yəni o neediness deyilən şeyə çevrilir. Materiallarda görürük ki, bəzi insanlar, təkcə kişilər yox əslində, partnyorunu həyatının mərkəzinə qoyur. Hə, öz maraqlarını, dostlarını, hobbilərini sanki ikinci plana atır. Elədir, daim hardasan, kiminləsən, sualları, aramsız mesajlar, davamlı diqqət tələbi, bunlar zəiflik siqnalı olmaqla yanaşı, həm də bilirsiniz partnyorun şəxsi sərhədlərini pozmaqdır. Tamamilə. Bu davranışın kökündə də mənbələr vurğulayır ki, çox vaxt daxili bir boşluq, yəni özünə dəyər hissinin, özgüvənin əksikliyi dayanır. Bəli, məhz o. Başqa mənbələr, məsələn, Coach Corey Wayne var, onun təhlilləri bunu ehtiyaclı, güvənsiz və qıtlıq düşüncəsi adlandırır. Hə, o terminləri çox işlədir. Onun paylaşdığı bir hekayə var, çox aydın göstərir bunu. Bir qadın danışır ki, tanış olduğu kişi münasibəti inanılmaz sürətlə irəli aparmağa çalışıb. Necə yəni? Yəni, tez bir zamanda intim münasibət istəyib, gələcək planları qurub, dayanmadan yazıb, hətta çox qısa zamanda birgə yaşamağı təklif edib. Aydındır. Bax, bu tələskənlik əslində klassik güvənsizlik əlamətidir. İtirmək qorxusundan gəlir. Tez bağlayım ki, əlimdən çıxmasın düşüncəsi. Elədir. Və bu cür, necə deyim, yapışqan davranışın nəticələri də adətən yaxşı olmur. Əlbəttə, mənbələr də göstərir ki, bu partnyoru qaçılmaz olaraq uzaqlaşdırır, rədd edilməyə səbəb olur, ya ghostingə, yəni qəfildən yoxa çıxmağa. Ya da o məşhur dost zonasına düşməyə. Hə, o da var. Bax, elə o tələsən kişi nümunəsində də maraqlı bir detal var idi. Deyir ki, əvvəlcə qadına böyük vədlər verib, sən mənim sevgilimsən, biz evlənərik. Amma sonra? Sonra dostlarının yanında onu sadəcə dostum kimi təqdim edib. Bax, bu ziddiyyət, bu uyğunsuzluq onun emosional qeyri-sabitliyini göstərir. Çox güman ki, keçmiş münasibətlərindən qalan o asılılıq, codependentlik meylləri var. Deməli, bütün bu mənbələrin toxunduğu əsas məsələ deyəsən eynidir, özünə dəyər əskikliyi. Tamamilə. Bir mənbə bunu çox kəskin ifadə edir, deyir ki, partnyorum mənə sadiqdirmi sualı əslində pərdələnmiş mən özümə nə qədər güvənirəm sualıdır. Çox güclü fikirdir. Coach Corey Wayne'in yanaşması isə daha dərinə gedir. Uşaqlığa işarə edir. Deyir ki, uşaqlıqda yetərincə sevgi, təsdiq görməmək insanın şuuru altında mən yetərli deyiləm, mən sevilməyə layiq deyiləm kimi məhdudlaşdırıcı inanclar formalaşdırır. Bəli, o kök inanclar. Və bu inanclar təəssüf ki, maqnit kimi işləyir. Adam həyatına eyni tipli, ona öz dəyərsizliyini təsdiqləyən münasibətləri cəlb edir. O məşhur deyim var ha, bənzər-bənzəri çəkər. Bəs çıxış yolu nədədir? Mənbələr nə təklif edir? Məncə, mənbələrin yekbi fikri budur ki, cavab kənarda başqasında deyil, insanın öz içindədir, özünü kəşf etməkdə. Yəni? Yəni, şəxsi maraqlarını, hobbilərini, dostluqlarını canlandırmaq lazımdır. Partnyoru həyatının vacib bir hissəsi kimi görmək olar, amma bütün həyatın mərkəzi fiquru kimi yox. Öz ayaqları üzərində durmaq, başqa sözlə. Elədir. Davamlı olaraq özünü inkişaf etdirmək, yeni nələrsə öyrənmək. Mənbələrdən biri hətta Steve Jobs'dan sitat gətirir, deyir, uğurun yarısı sırf təslim olmamaqdır, inadkarlıqdır. Hə, maraqlıdır.
Qorxulara baxmayaraq addım atmaq, səhvlərdən nəticə çıxarmaq, öyrənmək. Çünki əsl güvən, əsl özünə inam kənardan gələn təriflərdə, təsdiqlərdə deyil. O, insanın öz içində, öz dəyərini dərk etməsində yaranır. Beləliklə, bugünkü araşdırmamızdan çıxan əsas nəticə deyərdik ki, budur. Münasibətlərdə yaşadığınız o güvənsizlik, xüsusən də sadiqliklə bağlı qorxular çox vaxt sizin özünüzlə bağlıdır. Özünüzə verdiyiniz dəyərin, özünüzə inamınızın bir əksidir əslində. Bəli, və bu təkcə kişilərə aid deyil, həm də qadınların davranışlarına, seçimlərinə təsir edən universal bir dinamikadır. Tamamilə. Və sonda sizi biraz da düşünməyə sövq edəcək bir sual. Bax, bu müzakirə etdiyimiz özünə inam məsələləri, münasibət dinamikaları fonunda sizcə müasir dünyada sağlam, qarşılıqlı hörmətə və etibara əsaslanan bir tərəfdaşlığı yaşatmaq üçün fərdlər ilk növbədə öz daxili dünyalarında, yəni inanclarında və davranışlarında nəyi dəyişməlidirlər? Bu haqda düşünməyə dəyər.